Və yevmə ərbəətin və işrin 24-cü gün, Ramazan ayının 24-cü günü la təxrucunə minəd-dunya hətta yərə kullu vahidin minkum məkanəhu minəl cənnə. Dünyasını dəyişəndə sabahki gündən insan, Ramazan ayının 24-cü günündən insan layiqli şəkildə istifadə eləsə, dünyasını dəyişən zaman Allah Taala cənnətdəki məkanın, məqamın ona göstərər. Dünyasını dəyişəndə. Elə bu deyir, yox. Və yu'ta kullu vahidin səvabə əlfin mərid. Hər birinə görə 1000 xəstənin savabını bəxş eləyər. Hər bir insana bu gündə, yəni sabahki gündə, Ramazan ayının 24-cü günündən layiqli istifadə eləsə. Və əlfi qərib və 1000 qərib bir insanın ki, bir nəfər qürbətdədir. Xərəcu fi taətillah əzzə və cəl. Qürbətdədir, gedib düşüb qürbətə. Əli çatmır vətəninə çatsın. Gedib qürbətdə, amma Allahın dinin yaşayır. Allaha layiqli itaət eləyir. Allahın itaətindədir. Bu cür 1000 qürbətdə olan insanın savabını yazar həmən insana. Və ə'takum, bu deyir qurtardı, deyir, yox, yenə qurtarmayıb. Və ə'takum səvabə əlfi rəqəbətin min vuld İsmail. Və Həzrəti İsmailin övladlarından olan 1000 qulu azad eləməyin savabını yazar o insana. Mübarək Ramazan ayının 24-cü gününün, orucun, ibadətin həmən gün insan günah eləməyə, səhv eləməyə, heç kimin qəlbini qırmaya, heç kimi incitməyə, heç kimə əziyyət verməyə. Hamı ilə mehriban yola gedə, hamına qarşı təvazökar ola, hamına qarşı mehriban ola, sədaqətli ola, söz verə, sözün tuta. Ramazan ayı bununcadır da, Allahın rəhməti bütün varlıq aləmini bürüsün.